Deməli, iş üsulları. Aynur müəllimə, mən soruşanda siz mikrofon açarsınız, soruşmayanda bağlayın, səslər yoxa verməz. Birincisi, beyin həmləsindən başlayacaq. Beyin həmləsi. Buna əqli hücum da deyirik. İkinci adı əqli hücumdur. Beyin həmləsi nədir? Beyin həmləsi şagirdlərdə yaradıcı təfəkkürü inkişaf etmək üçün, eyni zamanda bilikləri aktivləşdirmək üçün, aktuallaşdırmaq üçün vacib olan iş üsullardan biridir. Beyin həmləsini adətən biz nə zaman edirik? Dərsin girişində problemli bir situasiya qoyuruq. Şagirdlərdə motivasiya kimi də eləmək olar beyin həmləsini. Şagirdləri aktivləşdirmək üçün, fəallaşdırmaq üçün də eləmək olar. Bir dənə problemli situasiya qoyuruq. Məsəl üçün, biologiya fənnindən deyəcəm. A bitkisi B bitkisinə nisbətən zəif inkişaf edibdir. İki dənə bitki əkmişik. A bitkisi, B bitkisi. Bozdu. Net deyil, hə? İndi netləşdir. Adam olmayanda, bu Samsung telefonlar belədir. Adam olmayanda net olur. İndi netləşdir. A bitkisi, B bitkisi. A bitkisi güclüdür. Güclü inkişaf edib, yəni yaxşıdır. Nə gözəl də xəttən var. B bitkisi zəifdir. Şagirdlərə belə bir sual verirəm. Ki, ay uşaqlar, B bitkisi zəifdir. Neynəsək B bitkisi də güclənər? Yəni, şagirdlərin yaradıcı təfəkkürünü inkişaf elətdirmək istəyirəm. Hərə bir kreativ ideya desin. Nə deyirlər? Məsəl üçün, biri deyir ki, torpağını dəyişmək lazımdır. Birinci variant, torpağını dəyişmək lazımdır. Torpaq, məsəl üçün. İkinci deyir ki, gün işığı olmalıdır. Gün işığı. Aynur müəllimə, lövhə görsənir. Aha. Üçüncüdə deyir ki, məsəl üçün, gün işığı, sulamaq. Məsələn, B bitkisi zəifdir, daha yaxşı sulamaq lazımdır. Bu uşaqların fikirləridir. Mən uşaqlara deyirəm ki, uşaqlar, iki bitki əkmişik. A bitkisi daha yaxşı inkişaf edir, B bitkisi zəifdir. Bunu necə həll edə bilərik? Problemli situasiya yaradıram da. Uşaqlara bir-bir fikirlərini soruşuram. Biri deyir ki, torpağını dəyişməliyik. Biri deyir, gün işığı yaxşı düşmür, pəncərədə yerini dəyişməliyik. Biri deyir ki, yaxşı sulanmır, vaxtı-vaxtında sulanmır, sulamaq lazımdır. Bu fikirlərin heç biri mühakimə olunmur. Əsas açar sözü nədir? Fikirlər mühakimə olunmur. Yəni, müəllim demir ki, düzdür, səhvdir. Bütün fikirlərə həll yolu kimi baxılır. Bütün fikirlərə həll yolu kimi baxılır. Heç bir fikir mühakimə olunmur. Hansı təfəkkür inkişaf elətdirəcək? Yaradıcı təfəkkürü. Beyin həmləsinin ən əsas açar sözü. Heç bir uşağın fikri mühakimə olunmur. Bütün həll yollarına mövcud həll yolu kimi baxılır. Sonda açar sözlərin heç bir fikir mühakimə olunmur. Mühakimə olunmur. Olunmur. İkincisi, bütün həll yollarına mümkün həll yolu kimi baxılır. Mümkün həll yolu kimi baxılır. Sonda, ən sonda nəticələr ümumiləşdirilir. Fikirlər ümumiləşdirilir. Sonda fikirlər ümumiləşdirilir. Fikirlər ümumiləşdirilir. Deməli, şagirdlərdə hansı təfəkkür daha çox inkişaf edir? Yaradıcı. Tənqidi də var, amma daha çox hansı olacaq? Yaradıcı. Niyə? Kreativ ideyalar deyirlər. Problemin həll yolundan bağlı kreativ ideyalar deyirlər. Ona görə də yaradıcı. Bu oldu beyin həmləsi.
Keçirik o birisinə. İkinci iş üsulumuz Sokrat dialoqudur. Bunun da düşmə ehtimalı çoxdur. Ona görə bunu izah edirik. Allah'ım. Neyse, keç ikinci səhifəyə. Sokrat dialoqu. Buna Sokrat müzakirəsi də deyirlər. Eyni şeydir. Sokrat müzakirəsi, Sokrat dialoqu. Eyni şeydir ikisi də. Burada söhbət nədən gedir? Müəllim sual-cavab texnikasıdır. Birinci yazın sual-cavab texnikasıdır. Sual-cavab texnikasıdır. Hətta baxayım, partadır. Texnikasıdır. İkinci məsələ. Verilmiş sualın cavabından yenidən sual verilir. Cavabdan yenidən sual verilir. Cavabdan yenidən sual verilir. Sual verilir. Deməli, sual-cavab texnikasıdır. Verilmiş sualın cavabından yenidən sual verilir. Məsəl üçün, uşağa deyirəm ki, Beyşehir döyüşü nə vaxt olubdu? Deyir 1472-də. Deyirəm 1472-də başqa nə olubdu? Deyir Venesiya ilə Alqoyun arasında müqavilə. Deyirəm Venesiyanın başqa hansı dövlətlə hərbi müqaviləsi olubdu və yaxud da Alqoyunun başqa hansı dövlətlə Yəni, başladan tərəf müəllim. Bax, buna da fikir verin. Həmişə müəllim eləmir buna. Müzakirəni başladan tərəf müəllimdir. Başladan tərəf müəllim. Amma biz şagirdləri neyin edirik? Davam etdirən tərəf şagird olur. Davam etdirən şagird. Deməli, başladan tərəf müəllimdir, davam etdirən şagirddir. Nə zaman müəllim müdaxilə edir? Görsə ki, uşaqlar təlim nəticəsindən uzaqlaşıblar, o zaman müəllim buna müdaxilə edə bilər. Məsələn, mən görürəm ki, mənim mövzum Ağqoyunlu dövlətidir. Görürəm, uşaqlar artıq cavabdan sual verir, getdilər, çıxlar tamam başqa bir yerə. İstiqamətləndirici təzədən bir müzakirə mövzusu gətirirəm. Yenidən qayıdırlar nəyə? Təlim nəticəsinə. Şagirdlərdə hansı təfəkkürü formalaşdırır? Tənqidi. Niyə? Cavaba baxıram, nəticə çıxardıram və cavabdan sual verirəm. Deməli, şagirdlərdə hansı təfəkkürü formalaşdırır? Tənqidi təfəkkürü formalaşdırır. Burada bacarıqlara çox getmirəm. Bunu özünüz məntiqlə çıxardasınız da. Sual vermə bacarığı, fikir ifadə etmə bacarığı, ümumiləşdirmə bacarığı. Yəni, bu çox dərinliklərə getmirəm. Çünki qısa, konkret, vacib məsələlər. Anil müəllimə, lövhə nə etdi? Hə, Samsung, o birisi telefondan açmışam. O telefon elədir. Ya, qabağında adam durmayanda itir ondan etdik. Çünki iPhone-da Google Meet yoxdur deyə aça bilmədim. Hələ birinci dəfədir də belə dərs keçirəm. Eybi yoxdur, yavaş-yavaş öyrənəcəyim. Keçdik üçüncüyə. Zigzag. Zigzag ən önəmlisidir zigzag. Ən önəmlisi deyəndə, yəni biraz çətindir. Amma düşə bilər. Düşmə ehtimalı olur. Bunun açar sözü nədir? Bunun açar sözü odur ki, uzun mətnləri qısa müddətə nə edir? Qısa müddətə uzun mətnləri öyrənməyə dəstək olur müəllimə. Tutaq ki, mənim 8 səhifəli mətnim var. Onu bir 45 dəqiqə reallaşdırmaq üçündür. Zigzag. Zigzag. Şagirdləri qruplara bölürük. Necə bölürük qruplara? Girirəm sinifə. İstənilən yerdən sayıram. Arxa partadan, qabaq partadan, öndən, hardan ürəyim istəyir. 1, 2, 3, 4, 1, 2, 3, 4 sayıram, şagirdləri qruplaşdırıram. Deyirəm 1, 2, 3, 4, siz bir qrupsuz. Daha doğrusu sayıram, əstağfurullah, üzrü sayın. Deyirəm ki, hər öz nömrəsini yadında saxlasın. Bu pozan da ki, mən... Deməli, girdim sinifə.
Şagirdləri qrupa bölmək istəyirəm. 4 nəfərdən ibarət qrupa bölmək istəyirəm. Əgər 5 istəyirəmsə 5-ə qədər saya bilərəm. 6 istəyirəmsə 6-ya qədər saya bilərəm. Amma 4 üzərindən daha yaxşı izah eləmək olur. Deyirəm ki, uşaqlar hərə öz rəqəmini yadında saxlasın. İstənilən yerdən seçirəm, sayıram. 1, 2, 3, 4, 1, 2, 3, 4, 1, 2, 3, 4. 16 uşaqdır məsəl üçün. Lap 17 isə də o birinə 1 deyirik. Bir qrupda 5 uşaq olur. Yəni burada problemli bir şey yoxdur. Sonra deyirəm birlər. Yığışın bir qrupa. Birlər yığışırlar bir qrupa. Deməli, birlər neynədilər? Bir dənə qrup yaratdılar. Bir qrup. İkilər yığışın bir qrupa. İkilər neynədilər? Qrup yaratdılar. Bu da bir qrup. Üçlər yığışın bir qrupa. Üçlər də bir qrup. Dördlər yığışın bir qrupa. Aha, dördlər də yığışdı bir qrupa. Bunlar ana qruplardır. Yəni uşağın birinci dəfə yaratdığımız ana qruplarıdır. İndi uşağa ögey qruplar yaradacağıq. Ögey qrupları necə yaradırıq? Hər qrupdan bir nəfər. Bir dənə birdən, bir dənə ikidən, bir dənə üçdən, bir dənə də dörddən. Ögey qrup yaratdıq. Oldu ögey qruplar. Bunu əksinə də eləmək olar. 1, 2, 3, 4 eləyib sonradan qruplaşdırmaq da olar. Yəni bunun fərqi yoxdur. Sonra təzədən bir də. Hər qrupdan bir nəfər. Bu 1 gəldi bura. Bu 2 gəldi bura. Məsəl üçün bu 3 gəldi bura. Bu 4 gəldi bura. Burada da bir dənə ögey qrup yaratdıq. Bu minvanla hər qrup hər qrupdan, mən bir dənə çəkdim ki, lövhə çox qarışıq olmasın. 4 dənədir bu qrupdan. Hər qrupdan birləri yığdım, ikiləri yığdım, üçləri yığdım, dördləri yığdım. İndi qrupa ad da verə bilərik. Vacib deyil ki, birlər, ikilər, üçlər, dördlər deyək. 8 səhifəlik mətnim var. Bu qrupa deyirəm ki, birinci, ikinci səhifəni oxuyun. Bu qrupa deyirəm 2 ilə 3-ü, 3 ilə 4-ü, 3 ilə 4-ü siz oxuyun. Bu qrupa deyirəm ki, 5 ilə 6-nı siz oxuyun. Bu qrupa da deyirəm ki, 7 ilə 8-i siz oxuyun. Bu hissəni qeyd edeyim. 4 dənə qrup yaradıram. Hər qrupdan birləri bir komandaya yığıram, ikiləri bir komandaya yığıram, üçləri bir komandaya yığıram, dördləri bir komandaya yığıram. 8 səhifəlik mətnim var. Bunlara deyirəm 1 ilə 2-ni siz oxuyun öyrənin, 3 ilə 4-ü siz oxuyun öyrənin, 5 ilə 6-nı siz oxuyun öyrənin, 7 ilə 8-i siz oxuyun öyrənin. Burada biraz fasilə verək. Burada qaranlıq məqam yoxdur. Mesaj var, baxaq görək nə yazılıb mesajda. Çox sağ olun, vaxtınızı bizə sirf edin. Qayd olacaq, bayaq yazmış. Siz sağ olun, müəllimlər. Mənim borcumdur. Bu məsuliyyətə girmişiksə, bunu eləməliyik. Deməli, bu formada böldük qrupları. Bu birinci mərhələ. Keçdik, bunun ikinci mərhələsi də var. Keçdik, bunun ikinci mərhələsinə. İndi nə eləyəcəyik? Həmin o qrupları qaytaracaq öz doğma qrupuna. Necə eləmişdik? Birləri yığmışdıq bir yerə. Təzədən dedik, hamı qayıtsın öz qrupuna. Qayıtdılar öz qruplarına. 1, 2, 3, 4. 1, 2, 3, 4. 4 dənədirlər də. 1, 2, 3, 4. Deməli, bu qruplarda ha. Buradakılar təzədən hərə qayıtdı öz qrupuna. Deməli, burada da bütün mətn oxuyan uşaq var. Bu neçəni səhifələr oxuyubdu? 1 ilə 2-ni. Bu neçəni oxuyubdu? 3 ilə 4-ü. Bu neçəni oxuyub? 5 ilə 6-nı. Bu neçəni oxuyub? 7 ilə 8-i. Hamısına şamildir. Hər bir komandada mətni 2 səhifə öyrəniblər. Amma tam bilən uşaq hələ yoxdur. Tam bilən uşaq hələ yoxdur. Bunlar komandalardır. Deməli, tapşırıq verirəm. Uşaqlara deyirəm ki, vaxt verirəm. Deyirəm ki, uşaqlar mətnlə bağlı bir tapşırıq verirəm. Məsələn, tutaq ki, mətnin əsas ideyasının tapılması. 8 səhifəli mətndir. Əsas ideyanı tapmaq üçün uşaqlar nə etməlidir?
bir-birinə danışmalıdır. Bu iki səhifəni bu danışır. Bu da iki səhifəni danışır. Bu da iki səhifəni danışır. Bu da iki səhifəni danışır. Mətn ideyasını neynirlər? Tapırlar. Deməli, qısa zamanda 8 səhifəlik mətni neynədik? Şagirdlərə mənimsətməyə çalışdıq. Mənimsətmək yəni əzbər etmək yox. Yəni mətnin ideyasını tapmağa çalışdıq. Bu oldu ziqzaq. Ziqzaqı ən çox belə salır. Uzun həcmli mətnlərin qısa zamanda öyrədilməsi. Başqa cür salmayacaq ziqzaqı sizə. Bacarıqlardakı aydın məsələdir. Qrup varsa əməkdaşlıq var. Qrup varsa ünsiyyət var. Qrup varsa sosial bacarıqlar var, yumşaq bacarıqlar var. Yəni bunları özünüz məntiqlə çıxartmalısınız. Bunların mənə elə gəlir, heç gündə çətinlik olmaz. Hansı bacarıqlar formalaşdırır? Sosiallaşma, əməkdaşlıq. Çünki qrupla olur ancaq. Ancaq qrupla olur. Bunu mütləq qeyd edin. Ancaq qrupla ola bilər. Ancaq qrupla. Növbəti aksiyon. Keçirik aksiyona. Aksiyon ikinci adı hərraçdır. Ümumiyyətlə, aksiyon sözü Azərbaycanla tərcüməsi hərraçdır, düzdürmü? Aksiyon. Aksiyon. Aha. Şagirdlər aksiyonda hər hansı bir hadisə ilə və yaxud da hər hansı mövzu ilə bağlı bir fikir, bir cümlə, bir söz birləşməsi deyirlər. Məsəl üçün, Səfəvi dövlətini keçmişəm. Deyirəm ki, hərə bir fikir desin. Fikirlər təkrarlanmamalıdır. Təkrar deyilən fikir, təkrar fikir deyən uşaq oyundan çıxarılır. Bu oyun xarakterlidir də. Oyun xarakterlidir biraz. Oyun əyləncəlidir yəni. Məsələn, Əli gəldi bir fikir dedi. Dedi ki, Səfəvilər dövləti filan əsrdə yaranıbdır. Əlinin fikirləri. Vəli gəldi bir fikir dedi. Müəllim fikirləri lövhəyə yaza da bilər. Bir vərəqdə qeyd kimi də götürə bilər. Və yaxud da ki, bir dənə müəllim seçərik uşaqlardan. Yəni, müəllimə vəz eləyən. O da qeyd eləyə bilər lövhədə. Biri deyir, Səfəvilər 1501-də yaranıbdır. Bu bir fikir oldu. Biri deyir, 1736-da süqut eləyibdir. Bu iki fikir oldu. Nə bilim, bu davam eləyir axıra qədər. Uşağın biri təzən deyir ki, Səfəvilər 1501-də yaranıbdır. Dördüncü uşaq təzən təkrarladı. Diqqət dağınıqlığı var, qulaq asmadı. Bu uşaq çıxdı. Bu minvanla davam elətdirilir. Məsələn, 8-ci uşaq dedi ki, 1736-da süqut eləyibdir. Bu uşaq da təkrar fikir dediyinə görə çıxdı. Üçüncü uşaq demişdi ki, Səfəvilər Azərbaycanı vahid birləşdiribdir. 13-cü uşaq dedi ki, Səfəvilər Azərbaycanı vahid birləşdiribdir. Təkrar fikir çıxdı. Uşaq qutardı, təzən fikir gəldi birinci uşağa. Yenə də təkrarlanmayan fikir deməlidir. 20 uşaq dediyi fikirdən artıq tamam, 21-ci bir fikir olmalıdır. Fərqli bir fikir. Bu minvanla davam etdirilir. Sona qədər təkrarlanmayan fikir deyən uşaq qalibdir. Deməli, sona qədər təkrarlanmayan fikir deyən uşaq nədir? Qalibdir. Qalibə nə verilir? Kiçik bir mükafat vermək olar. Rəy yazmaq olar, balaca bir kağıza, kiçik bir şokolad vermək olar. Yəni, maraqlı olsun şagirdlərə. Şagirdlərdə formalaşdırdığı bacarıqlar. Təfəkkür olaraq tənqid təfəkkürdür. Niyə? Uşaqlar izləməlidirlər bir-birlərini. Eyni zamanda məntiqi təfəkkür də var burada. Yaradıcı təfəkkür yoxdur. Aksiyonda nə yaradıcı təfəkkür? Mövzu ilə bağlı fikir deyirlər. Məsələn, olmasın Səfəvi dövləti, olsun sifət. Sifətin xüsusiyyətləri sadala. Biri deyir, sifət əşyanın adını bildirir. Biri deyir ki, nə-necə, hansı suallarına cavab verir. Təkrarlanan fikir deyən uşaq çıxır. Axıra qədər təkrarlamayan fikir deyən uşaq qalib gəlir. Bunu ən çox testlərdə bu cür salır. Hər hansı bir əşya və yaxud da hadisə ilə bağlı fikir bildirmək, xüsusiyyətlər demək. Bax, bu cür salır testlərə. Eyni zamanda deyir, söz assosiasiyaları yaradır. Bəli, söz assosiasiyası, yəni çoxlu söz ehtiyatı deməkdir. Uşaqlar sözləri təkrarladıqca artıq deyir ki, təzə fikir deyim. Bəli, çoxlu söz birləşir, yəni söz yaranır. Çoxlu söz assosiasiyaları yaranır. Yəni, bu da düşə bilər. Bu da oldu aksiyon. Keçdik o birisinə. Sinektika. Sinektika. Adı belə yazılır. Sinektika.
müxtəlif cisimli əşyaların birləşməsi deməkdir. Amma burada söhbət uşaqdan gedirsə, sinifdən gedirsə, sinif 2 yerə bölünür. Sinifi böldük 2 yerə. Neçədən uşağımız var sinifdə? Götürək 20 uşaq. 10. 2 yerə bölmüşük sinifi. Bir komanda, yəni bu 10 nəfərlik komanda bir problem qoyur ortalığa. Nə qoydular? Bir dənə problem qoydular. Ne güzel yazdım problem sözünü. Bir problem qoydu. Bu 11'si 10 nəfər isə bu problemi həllinə təkliflər eləyirlər. Həll yolları. Deməli, bunlar nə dedilər? Həll yolları dedilər. Həll yolları. Deməli, sinif 2 yerə böldük. 10 nəfər problemi qoydu ortalığa. Məsələn, problem nə ola bilər? Müxtəlif problemlər ola bilər. Tutaq ki, gəlin biraz yaradıcı problem qoyaq. Dünyada şirin su qıtlığını həll etmə yolları. Bu birisi 10 nəfər həll yolları deyirlər. Layihə olsa belə fənn-üstü inteqrasiya deyilir, yəni sinifdədir söhbət. Bunlar isə həll yollarından ən səmərəlisini seçirlər. Deməli, bu birisi onluq neynədir? Problemi dedi ilk onluq. Eyni zamanda problemin həll yollarından ən səmərəlisini seçdi. Bu nə oldu? Sinektika. Bunu fərdi eləmək olar mı? Xeyr. Bu ancaq mütləq komandalar, qruplar şəklində neynəməlidir? Olmalıdır. Şagirddə formalaşdırdığı bacarıqlar, yaradıcı yanaşma. Çünki müxtəlif həll yolu deyiriksə, burada mütləq yaradıcı nə var? Yanaşma var. Uşaqlar çalışacaq ki, ən kreativ həll yolları desinlər. Düzdürmü? Heç kimi təkrarlamadığı. Həmçin uşaqlar belə olanda xoşlayırlar ki, daha yaxşı ideyalar desinlər. Yaradıcı yanaşma formalaşdıran şagirdlərdə. Sonra şagirdlərdə başqasının fikrinə hörmət, əsaslandırma bacarığı var. Ən səmərəli varsa, təhlil var burada. Təhlil varsa, əsaslandırma da var. Çünki problemin həll yollarından ən səmərəlisini seçirlər. Burada əsaslandırma bacarığı da var, təhlil etmə bacarığı da var. Belə dərinliyi inanmıram sizə salsınlar. Sizə belə salacaqlar, məsəl üçün. Müzakirə texnikasıdır. Bəli, müzakirə texnikasıdır. Həll yolu deyil, qarşı tərəfdə həll yolundan birini seçir. Yaradıcı təfəkkürü inkişaf elətdirir, bəli. Burada nə var? Yoldaş qiymətləndirməsi yoxdur, amma əməkdaşlıq var. Baxın, 2 komanda olduğuna görə bəzən yoldaş qiymətləndirməsi götürür müəllimlər. Xeyr, əməkdaşlıq var, sosial bacarıqlar var, dinləmə mədəniyyəti var. Çox sürətli danışmıram müəllimlər. Aynur müəllimə cavab verin, zəhmət olmasa. Yox, müəllimə, yaxşıdır. Lövhə netdir? Bəli. Tamam. Aşağıda da atanlar var. Sinektikanı əgər yazdıqsa, keçən növbətiyə. Ən çox düşən modellərdən biri, Frayer modeli. Silməmişəm, amma bunlar bir-bir dururlar. Hansını əgər yaza bilməmsinizsə, sonra qayıdarıq. Frayer modeli. Ən çox testlərə salınan modellərdən biridir. Ən çox sözlə bağlı olur. Azərbaycan dili, ədəbiyyat, ingilis dili, ibtidai sinif müəllimi. Amma bu demək deyil ki, tarix müəlliminə düşə bilməz, biologiya müəllimə düşə bilməz. Düşə bilər. Məsələn, biologiyada bir termin olar. O termin nizamında Frayer modelindən istifadə eləmək olar. Yəni, vacib deyil ki, sırf Azərbaycan dili, ingilis dili olsun. Bu model necə olur? Ortaya bir söz yazılır. Ortaya bir söz yazılır. Hər hansı bir söz, fərqi yoxdur. Bir termin yazın. Qoy bir dənə tarixdən termin yazın. Məsələn, üsyan. Aşağı sinif şagirdləri üsyanı, məsələn, bilmirlər 5-ci sinifdə. İzah eləməyə çalışıram. Neyini yerəm? Bax, Frayer modeli budur. 4 dənə şarkı ayırıram.
İkisini aşağıdan, ikisini yuxarıdan eləyirik. Sözü yazdıq. Termindir. Sadə söz yazdım ki, hər kəsə başa düşülən olsun. Burada uşağa deyirəm ki, sözün sinonimin yaz. Sinonim. Yəni, uşağa deyirəm deyəndə cütlərlə eləmək daha məqsədə uyğundur. Fərdi də eləmək olar, amma cütlərlə daha məqsədə uyğun olur, daha maraqlı olur. Bu tərəfdə antonim. Üsyan sinonimi nə ola bilər? Qiyam. Məsəl üçün. Antonimi nə ola bilər? Dinc mübarizə. Sakitçilik, nə bilim, hər şey. İndi baxın həmin mövzuya. Dinc mübarizə. Çünki üsyan nədir? Üsyan silahlı mübarizədir. Tamam. Bura leksik mənasını yazırıq. İzahı. Yəni sözün ilkin mənası. Üsyan nə deməkdir? Üsyan narazılığa qarşı qalxan xalq hərəkətıdır, məsəl üçün. Yazmıram, çünki bu lövhədə onsuz da yazmaqda çətinlik çəkirəm. Eləcə yazın sözün izahı. Yuxarı sağda isə bir cümlədə işlət. Üsyanı bir cümlədə işlət. Məsələn, 1381-ci ildə İngiltərədə Lord Tyler üsyanı baş vermişdi. Bir cümlə. Mən bura yazmıram, elə yazıram bir cümlə. Bir cümlə. İnternetimiz zəifdir deyə gecikmə baş verir flamasterda. Bu oldu nə? Frayer modeli. Ən çox necə düşür? Terminlərin izahı, çətin başa düşülən sözlərin izahı, tərcüməsinin uşağın bilmədiyi sözlərin izahı. Bax, bu formada düşə bilər Frayer modeli. Nədir Frayer modeli? Uşaqlara hansısa söz haqqında tam məlumat yaratmaq üçün keçirilən bir modeldir. Əvvəlki biliklərlə əlaqə var, məntiqi təfəkkür var, cütlərlə olanda əməkdaşlıq da var. Tək də verilə bilər, ha, həmişə əməkdaşlıq yoxdur. Bax, buna fikir verin. Buna bir qeyd kimi qoyazım onu. Cütlərlə olanda əməkdaşlıq var. Cütlərlə olduqda, nə gözəl yazdım, ay Allah. Olduqda əməkdaşlıq var. Bu da oldu Frayer modeli. Keçin növbətiyə. Karusel. Karuseli yazan kimi yanına bir dənə yazın yoldaş qiymətləndirməsi. Karuseli harada gördünüz, nə var? Yoldaş qiymətləndirməsi var. Yoldaş qiymətləndirməsi var. Mütləq. Bir karuseldir, bir də yanında akvarium yazıram. Bunu da izah edəcəm. Sadəcə yazım ki, biləsiniz. Bu ikisində nə var? Yoldaş qiymətləndirməsi var. Akvarium. Karusel qrup şəklində həyata keçirilir. Mütləq qrup olmalıdır. Mütləq. Akvariumu buradan silək. Aha. 4 dənə qrup yaradıram. 1, 2, 3, 4. Qrupların sayı məsləhətdir ki, çox böyük olmasın uşaq sayı. 5, 4, 1 olsa da məqsədə uyğundur. Birinci qrup adlandıra bilərsiniz. Mən sadəcə bunu elə belə izah üçün qısa konkret. Üçüncü qrup, dördüncü qrup. Elə qururam ki, qrupları sinifdə. Adətən qrupu onsuz da belə edirik də. Hərəsi sinifin bir tərəfində edirik ki, çox yaxın məsafə olmasın. Hər qrupa ayrı-ayrı tapşırıq verirəm. Birinci qrupa tapşırıq verirəm, məsəl üçün. Nə verək? Bir mövzu ilə bağlı. Deyirəm ki, Mannanın xarici siyasəti ilə bağlı bir cümlə. Deməli, birinci qrupun tapşırığı nə oldu? Bunu siz özünüz sözlə yazın, ya da oradakı yerləşdirin. Mannanın xarici siyasəti ilə bağlı bir cümlə. Bir cümlə olmalı, çünki çox vaxt olmaz.
İkinci qrupa da bir tapşırıq verirəm. Deyirəm ki, Mannanın daxili siyasətlə bağlı bir cümlə. Ay Allah. Bu lövhə məni təmiz əsəbləşdirir. Tapşırıqları bura yazmayayım. Çünki sonra izah edəndə hər şey qarışacaq bir-birinə. Birinci babelə yazın, qruplara böldük. Tapşırıqları başqa səhifəyə yazacağım. Hər qrupa tapşırıq verirəm. Birinci qrupa. Mannanın xarici siyasət. Xarici siyasəti. Bir cümlə. Bir cümlə. İkinci qrupa. Mannanın daxili siyasəti. Daxili siyasəti. Bu da bir cümlə. Yəni çox vaxt aparmamalıdır. Çünki karusel fırlanma olacaq burada. Üçüncü. Manna mədəniyyəti. Bir cümlə. Bir cümlə. Neyse bildiğiniz ki cümlədir. Dördüncü qrupa isə Mannanın süqutu ilə bağlı bir fikir. Mannanın süqutu. Bir cümlə ilə fikir. Bir cümlə. Deməli, qrupların tapşırıqlarını ayrı-ayrı vermişik. Eyni tapşırıq verməyik. Hər qrupa fərqli-fərqli tapşırıq. 2 dəqiqə vaxt veririk, qaydaq qruplara. 2 dəqiqə vaxt ərzində qruplar cavab yazmalıdır. Hər qrup öz sualına cavab yazır. Hərəsində də fərqli qələm olacaq. Birinci qrupa nə qələm verək? Birinci qrupa qırmızı qələm verək. Qırmızı. Ay səni yanasana. Bunun qələm olsun qırmızı. Bu birisinin qələmi olsun göy. Neyse bunun rəngini dəyişmək mənim üçün problemdir. Siz təxmini bilin ki, söhbət nədən gedir. Bunun qələmi olsun qara. Bunun da qələmi olsun yaşıl. Yazdılar, hələ bir fikir yazdı. İndi niyə rənglər fərqlidir, onun izahını deyəcəm sizə. 2 dəqiqədən sonra hər uşağın vərəqini karusel kimi müəllim fırlatmalıdır, fasilitator. Necə? Birinci qrupun yazdığı tapşırıq vərəqi gəlir 2-yə. İkincinin yazdığı tapşırıq vərəqi gəlir 3-ə. Üçüncünün yazdığı tapşırıq vərəqi gəlir 4-ə. Dördüncünün yazdığı tapşırıq vərəqi gəlir 5-ə. 5 nə idi? 1-ə. Kimsə dərsə qoşulmaq istəyir. Görün kimdir? Neyse, qəbul edə bilmədim. Deməli, nə oldu? Bu tapşırıq getdi 2-yə. Gəlin tapşırıqlara qaydaq. Birinci komandanın tapşırığı getdi ikinci komandaya. Düzdürmü? Bax, bu getdi buna. Bu da getdi buna. Bu da getdi buna. Bu da təzədən qayıtdı, gəldi birinci komandaya. Təzədən indi fikir yazmalıdır hər komanda təzədən. Amma təkrarlamayan fikir olmalıdır. Bu, bunun fikrini təkrarlamamalıdır. Bu, bunun fikrini təkrarlamamalıdır. Bu da bunun fikrini təkrarlamamalıdır. Bunlar da, birlər də bu fikri təkrarlamamalıdır, düzdürmü? Amma yuxarıdakını oxumalıdır. Niyə yoldaş qiymətləndirməsi olur? Çünki yuxarıdakı fikri oxuyur, ondan sonra fikir bildirir. Yoldaşın fikrində nəsə əlavələr varsa eləyir, səhvliklər varsa düzəldir və altdan öz fikrini bildirir. Bu minvalla 4 dəfə fırladırıq bunu. Eyni qayda ilə 2 dəqiqə keçdi, yazdılar, təzdən bir də vərəqlər fırlanır. Birdəki vərəq gedir 2-yə, 2-dəki gələcək 3-ə, 3-dəki 4-ə, 4-dəki təzdən 1-ə. 4 dəfədən sonra hərənin öz vərəqi gəlir, özünə çıxır. Hamı öz vərəqini hardan tanıyır?
Birilərinin vərəqi qırmızı rəngdə başlamışdı. Qələmləri qırmızı idi. Tapşırığı da qırmızı ilə yazmışdılar. İkilər tapşırığı göy ilə yazmışdılar. Tanıdılar ki, bizim vərəqimizdir. Üçlər tapşırığı qara ilə yazmışdılar. Dördlər yaşılla yazmışdılar. Hərənin vərəqi özünə qaydana qədər bu karusel davam etdirilir. Əgər 5 komandan varsa 5 dəfə fırlanacaq karusel. Nəticədə yoldaş qiymətləndirməsi var, əməkdaşlıq var, sosial bacarıqlar var. Sonra maraqlı, əyləncəli dərs keçmək var. Bütün sinif aktiv qalır, çünki əyləncəlidir. Bütün sinifi aktiv saxlayır. Və bunları yazın mütləq. Bütün sinif aktiv, qeyd edin onları. Yoldaş qiymətləndirməsi. Sonra şagirddə formalaşdırdığı bacarıqlar, tənqidi təfəkkür, ünsiyyət bacarığı, məntiqi təfəkkür, dəyərləndirmə, ümumiləşdirmə. Bunlar hamısını bunu məntiqlə tapmalısınız, amma yaradıcı təfəkkür yoxdur. Eşidilmir, Gülşən müəllimə yazıb. Gülşən müəllimə səs gəlmir. Tamam. Yaxşı. İnternet neyinəsin? İnternetə 3 dənə telefon, 2 dənə telefon, 1 dənə lövhə, 1 dənə də notebook qoşmuşam. Yaxşı. Rəngli vərəqləri təzən deyim, başa düşmədim. Rəngli vərəqlər deyilsə, yenidən qayıdış şahidlərə. Həmən səndir, təkrar deyim, səs ver, qırıltılı. Tamam. Uşaqlar öz vərəqləri qaydana qədər bu hərəkət davam etdirilir. Yəni 4 dəfə karusel fırlanır. Uşaq öz vərəqini hardan tanıyır? Rəngi niyə biz ayrı-ayrı vermişdik? Birinci komanda qırmızı rəngdən başlamışdı tapşırığı yazmağa. Düzdürmü? Bu tapşırığı qırmızı ilə yazmışdılar. Birinci tapşırığı. Ona görə də onlar neynədilər? Öz vərəqlərini artıq gördülər ki, öz vərəqləri çatdı özlərinə. İkinci komanda göy ilə yazmışdı. Öz vərəqi gəldi, çatdı, bitdi artıq karusel. Karusel o zaman bitir ki, hərənin öz birinci vərəqi gəlir özünə çatır. Karusel bitir. Sonra təqdimat məsələsi var burada. Hər komandadan bir nəfər çıxır təqdimata. Təqdimat eləyən zaman da fərqli məsələlər var. Hər mövzuda bütün komandalar işləyiblər, düzdürmü? Bütün mövzularda bütün komandalar işləyiblər. Bütün mövzularda. Deməli, komanda necə təqdimat eləyəcək? Birinci komandadan gələn nümayəndə öz qələmi ilə, yəni qırmızı ilə yazdığı məsələlərə aydınlıq gətirəcək. Onun burada da bir dənə cümləsi var, burada da bir dənə cümləsi var, burada da bir dənə cümləsi var, burada da. Hər komandanın təqdimat vərəqində bütün komandaların fikirləri var. Deməli, təqdimat eləyəndə qələmlərə baxıb fikir bildirəcəklər. Qırmızı ilə yazanlar qırmızı fikirləri təqdim eləyəcəklər. Göy ilə yazanlar göy fikirləri təqdim eləyəcəklər. Qara ilə yazanlar qara ilə yazılmış fikirləri təqdim eləyəcəklər. Və nəhayət ki, yaşılla yazanlar da yaşılla yazılmış fikirləri nə eləyəcəklər? Təqdim eləyəcəklər. Bu da oldu karusel. Bu karusel biraz çətindir. Görüm, qaranlıq nəsə qalmayıb. Şagirddə nə formalaşır? Hə, tənqidi və məntiqi təfəkkür, bir də yoldaş qiymətləndirməsi, başqa heç nə. O qalan şeyləri özünüz çıxarmalısınız. Əməkdaşlıq var, çünki qrup işidir. Sosial bacarıqlar var. Bunlardan bir dənə deyil ki, yaradıcı təfəkkür yoxdur da. Yaradıcı yoxdur, yox. Neçədə nəsə izah elədim, heç yadımda qalmadı. Davam eləyirik. Karusel də getdi. Mesaj. Müəllimə deyir ki, dərsin hansı mərhələsində istifadə olunur? Formativ qiymətləndirmədə.
Öyrənmə mərhələsində. Öyrənmə mərhələsində istifadə olunur. Yəni formativ qiymətləndirmədə. Bunu dərsin əvvəlində istifadə edə bilmərik. Görsün nə qədər vaxt aparır. Hansı iş üsulları dərsin əvvəlində istifadə edirsə və yaxud da sonunda istifadə edirsə, onlar az vaxt aparır. İndi gələcəyik onlara. Karusel deyirəm, əstəğfurullah. Klaster. Növbəti iş üsulumuz klaster. Klaster, ikinci adı nədir? Şaxələndirmə. Şaxələndirmə. Klasterdə bir dənə əsas məsələ var. Fikrin lakonik ifadəsi. Bax, bunu qeyd edeyim. Fikrin lakonik ifadəsi bu önəmli məsələdir. Fikrin lakonik ifadəsi. Bir də fikrin lakonik ifadəsi Sinkfeyndədir. Sinkfeyni bu gün izah eləməyəcəm, çünki o dərəcədə düşən iş üsulu deyil, amma bir dənə bilin ki, fikrin lakonik ifadəsi onda da var. Buradan yox, buradan çəkməliydim əslində. Sinkfeyn. Sinkfeyn. Deməli, həm klasterdə fikrin lakonik ifadəsi var, həm də Sinkfeyndə fikrin lakonik ifadəsi var. Klasteri biz çox istifadə edirik, şaxələndirmədir. Mərkəzə bir şey yazılır, mövzu ilə bağlı bir şey yazılır. Məsələn, Şah İsmail. Allahım, nədir mən bu lövhədən çəkdiyim? Şah 1-ci İsmail. Şaxələndirməni uşaqlar həyata keçirir. Yəni, Şah 1-ci İsmail ilə bağlı fikirlər deyirlər. Niyə fikrin lakonik ifadəsi? Çünki fikir uzun cümlə şəklində olmamalıdır. Bir söz və yaxud da söz birləşməsi. Məsələn, dövləti yaratdı. Bura yaza bilər dövləti yaratdı. Bura yaza bilər imperiya çevirdi. Bura yaza bilər Ağqoyunun süqutu uğratdı. Yəni, Ağqoyunun süqutu qısa konkret yazmalıdır. Süqutu. Yəni, söz birləşməsi, cümlə yox, söz birləşməsi olmalıdır. Ona görə buna deyirik fikrin lakonik ifadəsi. Motivasiya kimi istifadə eləmək olar. Refleksiya kimi də istifadə eləmək olar. Amma daha çox motivasiya kimi, refleksiya kimi yox. Daha çox motivasiya kimi. Bu da oldu klaster. İndi bunun antonimi var, yəni bunun əksi, anlayışın çıxarılması. Anlayışın çıxarılması. Burada da eyni şeydir, orta boş qalır. Şagird çıxardır ortadakı anlayışı. Şaxələri biz yazırıq. Bunu hər öz ixtisasına uyğun yazır. İndi mən öz ixtisasıma uyğun yazıram. Məsələn, dövlət yaradan hökmdarları yazıram. Şah 1-ci İsmail, Uzun Həsən. Sonra buraya yazıram Şəmsəddin Eldəniz. Buraya yazıram Mərzban ibn Məhəmməd. Anlayışı uşaq çıxardır ki, bunlar hamısı nə edibdir? Dövlət yaradıb. Azərbaycanda dövlət yaradıb. Hə, klasterdə hansı bacarıqlar formalaşır deyirəm. Klasterdə fikrin lakonik ifadəsi, əvvəlki biliklərlə əlaqələndirmə. Çünki mərkəzə nə yazmışam? Mərkəzə yazmışam Şah 1-ci İsmail. Mütləq əvvəlki biliklə əlaqələndirmə olmalıdır, mütləq. Məntiqi təfəkkürdə var. Sonra anlayışlar arasında əlaqə yaratmaq, bilikləri sistemləşdirmək, bilikləri ümumiləşdirmək. Yəni, uşaq ümumiləşdirir də, bir fikir demək üçün fikrini ümumiləşdirir, konkret, lakonik bir fikir deyir. Çox dərinliklərə getməyək, müəllimlər, 10 gün imtahandır, 15 günə. Biz əsas testdə düşən məsələlərə baxaq. Onun məntiqi çıxartmaq olur. Məsələn, bilsəm ki, anlayışın çıxarılması nədir?
Mən onu artıq çıxarda bilirəm ki, şagird bunu ümumiləşdirməm aparır, qruplaşdırmam aparır, fikrimi ifadə eləyir, başqasına qulaq asır, yoldaşına hörmətlə mi yanaşır. Bunu məntiqlə çıxartmaq olur. Deməli, Azərbaycanda nə yaratdı bunlar? Dövlət yaratdılar. Bunu daha çox motivasiya kimi istifadə etmək olur. Çünki az vaxt aparan iş üsuludur. Şagirdlərə tutaq ki, hansısa bu şəxsiyyətin birini keçəsiyəmsə, bu cür motivasiya nə edə bilərəm? Qura bilərəm, dərsə maraq yarada bilərəm. Anlayışın çıxarılmasını bizə necə salır? Bu salır ki, məsələn, fikir ümumiləşdirmək, görürsünüz, başqa şəxsiyyətləri nə elədik? Fikrini ümumiləşdirdik. Testlərə bu cür sala bilər. Sonra necə sala bilər anlayışın çıxarılmasını? Yoxlama kimi, köhnə keçirilənləri şagirdlərdə yoxlama kimi eləmək olar. Formativ qiymətləndirmə üsulu kimi istifadə eləmək olar. Şagirdlərdə söz assosiasiyaları yaratmaq həm buna aiddir, həm də klasterə aiddir. Yəni söz genişlənir də, söz qrupları yaradılır. Nəticə çıxartmaq var hər ikisində. Daha çox nəticə çıxartmaq bundadır. Niyə? Çünki səbəblərdən nəticəyə gəlirik. Amma o birisində nə edirik? Mərkəzdəki nəticədən şaxələndirmə aparırıq, səbəblərə gedirik. Akvariumu da izah edirəm, bəsdir. Bir də 3-2-1 eləyərəm, yoruldum artıq. Akvarium. Debat da eləyəcəm. Debat mütləq. Akvarium. Yanına mütləq yazırsınız yoldaş qiymətləndirməsi. Mütləq yoldaş qiymətləndirməsi yaradılır. Niyə akvarium deyirik buna? Müəllim bir dənə kiçik qrup yaradır. 5 nəfərdən ibarət. 1, 2, 3, 4, 5. 4 da ola bilər, 5 də ola bilər. Yəni 3-5 arasında olmalıdır. Bu daxili qrupdur. Buna deyirik daxili qrup. Hayf 4 Dədə Baba lövhələr. Daxili qrup. Bu daxili qrupdur. Bunlar müzakirə aparacaqlar dərslə bağlı. Müzakirə iş üsuludur. Bunu da qeyd edin. Müzakirə iş üsuludur. Öyründən bir dənə yazıram. Müzakirə iş üsuludur. Müzakirə. Uşaqlar mövzu ilə bağlı müzakirə aparırlar. Və bu uşaqların müzakirəsini dinləmək üçün xarici qrup yaradırıq. Xarici qrup 11, 12, 13 uşaq ola bilər. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12 olsun. 13 də ola bilər, 12 də ola bilər, fərqi yoxdur. Uşağın sayına nasıl? Buna deyirik xarici qrup. Xarici qrup. Burada yoldaş qiymətləndirməsi niyə var? Çünki xaricdə oturan uşaqlar, daxildə oturan uşaqların müzakirəsini dinləyib qeydlər götürürlər. Deməli, daxili qrup nə edir? Müzakirə aparır. Mövzu ilə bağlı müzakirə aparır. Fikir mübadiləsi aparır. Bu daxili qrupun işidir. Xarici qrup nə edir? Qeydlər götürür. – 20-25 dəqiqə davam eləyə bilər bu, amma bir şey var. Müəllim istəsə, mütəmadi olaraq uşaqların yerini dəyişə bilər. Xarici qrupla daxili qrupu. Məsələn, tutaq ki, burada uşağın hansı artıq yorulub müzakirədən. Xarici qrupdan biri ilə yerini dəyişə bilər. Bu uşaq gəlir bura, xarici qrupa. Bu uşaq gedir daxili qrupa. Yəni, bu mümkündür. Ki, daha maraqlı olsun. Elə hamı xaricdə qalsa, ortada ancaq müzakirə geçsə, bu 20 dəqiqə çox sıxıcı olar. 20 dəqiqə bir uşaq nə müzakirə eləyəcək ki? Ona görə də mütəmadi olaraq nə eləmək olar? Xarici qrupdakı uşaqlarla daxili qrupdakı uşaqların yerini dəyişmək olar. Buna da deyirik akvarium iş üsulu. Ən çox tutuşur yoldaş qiymətləndirməsi ilə. Sonra müzakirə iş üsuludur. Bax, belə verir testlərdə bizə.
Bir də ki, suallar elə tərtib olunmalıdır ki, mövzu ilə bağlı olsun, onsuz da bu hamısına aiddir. Biz bunları oynamaq üçün eləmirik, təlim nəticəsini reallaşdırmaq üçün eləyirik. Yəni, elə bir müzakirə mövzusu seçilməlidir ki, şagirdlər sonunda neynəsinlər? Təlim nəticəsinə çatmış olsunlar. Bu aydın məsələdir, bu hamısında var. Məşhur refleksiya iş üsulu 3-2-1. Aynur müəllim, akvariumla bağlı nəsə yazan olmuyor? Qaranlıq qalan məsələ. Tamam. Keçdik 3-2-1-ə. 3-2-1. Refleksiya iş üsuludur. Bölünən yazan refleksiyadır. Refleksiya nə üçündür? Şagirdlərin təlim nəticəsinə nə dərəcədə çatıb-çatmadığını neyinirik? Müəyyənləşdiririk. Eyni zamanda şagirdlər də özləri təlim nəticəsinə çatıb-çatmadıqlarını müəyyənləşdirirlər. Biliklərin uzun müddətli yaddaşa ötürülməsi üçündür. İşçi yaddaşdan daimi yaddaşa ötürülməsi üçündür. Yəni, dərsin adətən sonunda, amma dərsin bütün mərhələlərində aparıla bilər. Refleksiyanı aparmaqda məqsəd şagirdlərdə metakognitiv bacarıqlar formalaşsın. Müəllim isə özü üçün müəyyənləşdirir ki, şagirdlər təlim nəticəsinə nə dərəcədə reallaşdırıblar, çatıblar və gələn dərs bura qayıtmaq lazımdır, yoxsa yox. Aparılması necədir? Şagirdlər bugünkü mövzu ilə bağlı öyrəndikləri 3 məlumat yazırlar. Bugün öyrəndiklərindən söhbət gedir, əvvəl bildiklərindən yox. Öyrəndikləri 3 məlumat. 3. Öyrəndikləri 3 məlumat. Sonra 2 dənə maraqlı gələn məlumat. Onu da bugün öyrənibdir. Maraqlı gəlin ona. Maraqlı gələn. Maraqlı gələn 2 məlumat. Yəni, bu rəqəmlər ona görədir ki, öyrəndiyi 3 məlumat, maraqlı gələn 2 məlumat, və nəhayət qaranlıq qalan 1 məlumat. Qaranlıq. Bu da oldu 3-2-1. Bir dənə debatı da izah eləyəcəm ki, yox. Buna əsasən şagirdlər həm özlərini refleksiya eləmiş olurlar. Məsələn, bugünkü mövzu ilə bağlı 3 məlumat. Təkrarlanan məlumat olmamalıdır. Uşaq istər-istəməz o tənqidi təfəkkür formalaşır. Özünə metakognitiv yanaşır. Mən bugün nəyi öyrəndim? Hə, bunu öyrəndim, bunu öyrəndim, bunu öyrəndim. Mənə maraqlı nə gəldi bəs bunların içərisində? Hə, maraqlı gələn bu ikisi oldu. Onları saxlayayım maraqlı gələnə, amma öyrəndiklərimi. Yəni, uşaq beynində özünü refleks eləyir, məlumatları möhkəmləndirir. Eyni zamanda da müəllim şagirdi refleks eləyərək dərsin təlim nəticəsini nə dərəcədə reallaşdırdığını öz üçün müəyyənləşdirmiş olur. Qaranlıq məsələdir ki, aydındır ki, müəllim bu refleksiyanın nəticəsi olaraq qaranlıq məsələyə aydınlıq gətirməyə çalışacaq. Və sonuncu deyəndə bugün üçün sonuncu debat. Debat ən çox düşür. Debat. Harada gördük nə var? Tənqid təfəkkür var. Mütləq var, o tərəfi bu tərəfi yoxdur. Harada gördük nə var? Dəyərləndirmə var. Harada gördük nə var? Argument var, əsaslandırma var. Mütləq bütün siniflə aparılmalıdır. Bunu qruplarla və yaxud da fərdi aparmaq olmaz. Bütün siniflə aparılmalıdır debat. Bir problemli məsələ qoyulur. Məsələ həyatla əlaqəli olsa daha yaxşı olar. Məsəl üçün, belə bir şey qoyaq ki, sosial şəbəkələrin insan həyatını, belə deyək, iki tərəfli olmalıdır da, sosial şəbəkələr insan həyatını yaxşılaşdırdı mı, pisləşdirdi, çətinləşdirdi mi? Asanlaşdırdı mı, çətinləşdirdi mi? Problem qoyuruq. Sosial şəbəkələr insan həyatını
asanlaşdırırmı, çətinləşdirirmi? Çətinləşdirdi. Bu cür bir məsələ qoyuruq. Hamı üçün maraqlı, həyatı bir məsələ olsa daha yaxşı olar. Ümumiyyətlə, debat həyatla əlaqəli situasiyalarda daha yaxşı alınır. Sosial şəbəkələr insan həyatını asanlaşdırdı, yoxsa çətinləşdirdi? Sinifdə iki fikir yaranır. Avtomatik yaranır iki fikir. Yəni, bunu biz istəsək də, istəməsək də. Bir qrup deyir ki, asanlaşdırdı. Bir qrup nə deyəcək? Bir komanda asanlaşdırdı deyəcək. İkinci komanda deyəcək, çətinləşdirdi. İndi bunu deməklə iş bitirmi? Bitmir. Hər iki tərəf fikrini faktlarla, argumentlərlə əsaslandırmalıdır. İnandırmalıdır qarşı tərəfi ki, həqiqətən sosial şəbəkə insan həyatını asanlaşdırdı, yoxsa çətinləşdirdi. Burada mütləq nə var? Argument, faktlar, əsaslandırma bacarığı, əvvəlki biliklərə getmək, tənqidi təfəkkür, yəni şagird asanlaşdırdı deməklə iş bitmir. Müəllim tələb edir ki, faktlar gətirin, argumentlər gətirin. Məsələn, gəlin elə gətirək faktlar, argumentlər. Birinci qrup deyir ki, asanlaşdırdı. Çünki daha rahat olur məlumat əldə etmək. Daha az vaxt itkisi olur. Daha rahat informasiya əldə edirik. İnformasiya əldə edirik. Məsəl üçün. Daha az vaxt itkisi. Bu birinci qrupun fikridir. Yəni, asanlaşdırdı deyənlərin. İkinci qrup nə deyəcək? İkinci qrup deyəcək ki, xeyr, mənfi təsirləri var. Niyə? İnsanlarda xəstəliklər yaradır. Xəstəliklər yaradır. Nitq itirir. Çünki hamı yazır, danışmır. Nitq itirir. Məsəl üçün. İndi hər kəs, hər iki tərəf, bir nəfər deyil ha, bu iki komandadır, sinif iki yerə bölünübdür. Hər tərəf qarşı tərəfi inandırmağa çalışmalıdır. Argumentlər gətirməklə, faktlar gətirməklə, argumentlər əsaslı argumentlər olmalıdır, elmi argumentlər olmalıdır, da yalandan ağzıma gələni mən belə deyirəm çünki belədir. Bu cür olmaz. Yəni, israrlı olmaq debatda önəmli deyil. Önəmli olmaq elmi faktlarla fikrini əsaslandıra bilmək, qarşı tərəfi inandıra bilmək. Şagirdlərdə hansı bacarıqlar formalaşdırır? Natiqlik, fikrini ifadə etmə bacarığı, başqalarına manipulyasiya etmə bacarığı, özünü ifadə etmə bacarığı, qarşı tərəfi dinləmə bacarığı, əməkdaşlıq mütləq var. Bütün sinif işləyirsə, burada əməkdaşlıq olmaya bilməz. Kollektivlə işdir bu. Bir də debat zamanı müəllim uşaqlara öyrətməlidir ki, aydınlıq olsun, düzgünlük olsun, hörmət olsun, əsaslandırma və natiqlik olsun. Bax, bu üç tələb, deyirəm, əstağfurullah, 1, 2, 3, 4, 5, 6. Bu 6 tələb mütləq olmalıdır. Yazıram, onu da qeyd edeyim. Debat zamanı müəllim şagirdlərdə əvvəlcədən bu bacarıqları formalaşdırır. Debatın mövzusu əvvəlcədən verilsə daha yaxşı olar, şagirdlər hazırlıqlı gələr. Çünki spontan faktlar, argumentlər gətirmək olmur. Hazırlıqlı gəzilər daha yaxşı olar. Düzgünlük, yəni faktlarla olmalıdır hər şey, düzgünlük. Qarşılıqlı hörmət. Sonra aydınlıq, yəni deyilən fikri sadə, başa düşən demək. Aydınlıq bu deməkdir. Aydınlıq. Düzgünlük isə yəni düzgün informasiya. Bura yazıram, informasiyanın düzgündən söhbət gedir ha. İnformasiya yəni düzgün olmalıdır. Faktlara əsaslanmalıdır. Qarşılıqlı hörmət adından bəllidir. Aydınlıq isə sadə, başa düşülən.
Sonra hörməti dedik, əsaslandırma zaten demişdik, bir də deyirik, bir də natiqlik. Əsaslandırma bacarığı, əsaslandırma. Bu tələblər olmalı debatda. Müəllim bu tələbləri qoyur ki, yəni debat bu bacarıqlar tələb edir. Natiqlik, natiqlik, natiqlik. Yazdım, eybi yoxdur da, birinci ikidir. Bu da oldu debat. Gəlin görün vəziyyət nə yerdədir. Herkes bir sual yoktu. İndi başlayacağım özüm müəllimlərlə sual cavaba. Aynur müəllimə neçə dənəsini izah elədim? 11 tane. Всё, bəsdir. Canlını bağlı.